Salam aleyküm. 8 izah olunmalıdır, düzdürmü? Başlayaq. Ya səsi açın deyin, ya da mesaj yazın, yerinə yazın. Deməli, bu birinci cavabını yazmışsınız. B, Y, Y, B. Deməli, B ilə Y-nin üzərində durmusunuzsa, 2, bir də 3 ya da 4. 1-ə toxunan yoxdur. Başqa? 2 deyil cavabdırsa, siz mənə 3 və ya 4-ün səhvini yazın ki, bilək B-dir cavab, yoxsa Y mən üzərində danışın. Siz yaza-yaza məsələn mən biri səhv çıxardım. Nə istəyir bizdən? Choose the sentences with the noun in the passive case. Düzgün, yeri halda olan, ismi olan cümləni seçin. İsmi, yeri halı, düzgün olan cümləni seçin. Deməli, aydındır. Yazdılar ki, 3-də those students olardı. Deməli, səhvlərə baxaq. Məsələn, Word özü bu kəzdəki səhvi tapıb altından xətt çəkir. İndi təbii ki, sizdə imtahanda belə yazı olmur, ağappaq olur. Tutaq ki, mən buna ignore vursam, siz bunu görürsünüz. Siz onu görmürsünüz. Amma savadlı uşaqlar bilir ki, o məsələn səhv yazılıb. Richard has already gone to the bakers cümləsində Richard has already gone. Bu birincisi has'dir. Birinci yazılan has'dir. Bunu aydınlaşdıraq ki, bu yer yol deyil, bu has'in qısaldılmışıdır. Has gone. Gedib hara? Çörək dükanına. Çörək dükanı belə yazılmır. Çörək dükanı yazılır apostrof S. Deməli, bir səhvdir. Düzgün versiya, deməli, Baker, apostrof S. İkini əvvəldən yazmışdınız. These children bags are very heavy. Deməli, these cəmdə, children cəmdə. Keçən dəfə izah eləmişdim, bir də izah eləyirəm. Təki cəmi eyni olanlar, özü cəmdə olanlar, kökündən dəyişərək cəmlənənlər, bu isimlərin təkinin də, cəminin də yiyəli yalı yalnız apostrof S şəklində olur. Burada heç vaxt apostrof olur. Ona görə düzgün cavab 2. Bunu götürdük. I don't like those students behavior. Burada deməli those'dan sonra yazdılar. Students cəmdə olardı S apostrof. Niyə? Çünki those'dan sonra those o, onlar yəni cəmdə. O cəmdədir deyə ingilis dilində o tələbələr də cəmdə olmalı idi. Düzgün yazılır, bu şəkildə olmalı idi. Mən yazıram burası için. Deməli, those students əvvəlcə cəmlənməlidir, sonra yiyəli al götürməlidir. Ona görə 3 səhvdir. 4-də də fikir verin, yiyəli halda burada altından xətt çəkir ki, yəni belə yazılış nə məna verir? Düzgün yazılış belədir də, behavior bura gəlməlidir ki, o görsün ki, orada isim var. İndi düzəldir, fikir verirsiniz. Mən bunu yazmayanda Google onun altında, o Word onun altından, Microsoft onun altından xətt çəkir ki, belə yazılış yox. Düzgün yazılış budur. Yiyəli yoldan sonra isim gəlməlidir məntiqi ilə. 4-də də ki, she has never seen Chris's children.
Bu she has never seen'di. Bu has'ın qısaldılmışıdır. Buna yine toxunaq. Çünki hər apostrof s yiyəli yol deyil. Çünki apostrof sözünü bəzən izin, bəzən həzin qısaldılmış şəklində göstərə bilir. Amma Chris'in uşaqları, bəli, Chris's children düzgün yazıdır. Ona görə düzgün cavab 2, 4, yebəndi düzgün cavabı yazmışdınız. 2-nin cavabını yəqin ki yazmışsınız. Yazmamışsınızsa yazın. Aha, aha. Əksəriyyət, böyle hamı A yazıb. Deməli, on opposite side of house was Mrs. Old car. Burada mən düz bilirəmsə, elə A yazmağımızda səbəb, burada heç bir cavabın boş qalmamağı məsələsidir. Çünki biz bilirik ki, İngilis dilində sayılan təkdə olan ismin qabağı boş qala bilməz. Burada bir side var, burada bir house var, düzdürmü? Z'simi sizdə Allahdan hədiyədir ki, bu həmişə Z artikülünə işlənməlidir. Çünki simistər cəmdədir. Və burada da ismi yiyəli yol dərsi var əslində ki, z'simisiz olur o. Deməli, bu belə olmalıdır. Deyir ki, evin o biri tərəfində on the opposite side of the house. Fikir verin, saydı sözü on. Mənə bilirsiniz ki, heç vaxt testin cavabı mənə maraqlı deyil. Bütün əlavə ki, qeyd var, mən hamısını deyirəm. O deməyi özümə borc verirəm. Evin o biri tərəfi deyirsə, bu hər halda müəyyəndir. Biraz Z yazılmalıdır. On the opposite side. Mən bunu düzəldim də siz üçün. On the opposite side of the house. Evin o biri tərəfində. Yəni burada əgər bir şeyin o biri tərəfindən naşəmsə, o şey özü necə qeyri-müəyyən ola bilər. O da müəyyən olmalıdır. On the opposite side of the house was. Simistlər ailəsi deyirsə, mən bunu əvvəlcə Z-simisiz yazmalıyam. Sonra yiyəli yoldan apostrof qoşmalıyam. Çünki biri var, məsələn, burada qıraqdan yazım mən bunu. Məsələn, biri var, mən yazıram ki, cənab Smith, özlüyüm istərsiniz və ya xanım Smith, Mrs. Smith və yaxud da onların ərə gedməmiş qız övladı varsa, Miss Smith, düzdürmü? Bunlar hamısı düzgün yazılışlardır. Bir də var, Smithlər ailəsi, The Smiths, düzdürmü? Mən onu cəmləyirəm, sonra yiyəli yol yaradıram. O belə şeylərinə ehtiyatlı olun. Belə artikul məsələsi də həll olundu. Düzgün cavab A. Davam edək. Üçüncü cavabını alaq. Deməli, əvəzlik istəyir bizdən. Bu əvəzlik birbaşa aiddir isim mövzusundan. Çünki mən sizəzin nə olduğunu, necə olduğunu bilməliyəm. Yenə hamı A yazıb, sağ olsunlar. Düzgün cavabı yazıblar. Sizəz qayçı, ana dilimizə ağlımız gedməsin. İngilis dilində həmişə cəmdə olan isimdir. Oflu ifadə qurmasam tək versiyası yoxdur. Məsələn, mənə əgər bir dənə qayçı lazımdırsa, yenə də kənara çıxıram, haşiyə çıxıram deyirəm. Məsələn, mən ingilis dilində bir ingilisə get, mənə məsələn, mətbəxdən bir dənə qayçı gətir deyirəmsə, mən deməliyəm a pair of scissors. Çünki ingilisin məntiqində scissors-in təki yoxdur. Sən ona ana dilimizdəki mənə bir dənə qayçı ver deyəməzsən. O dənənin sözlə deməlisən ona. Aydın nə deyirəm? Don't leave scissors on the table. Scissors cəmdədirsə artıq B bəndindəki this. Sonra Y bəndindəki that. Bunlar cavab ola bilməz. Sonra davamınca da yenə eyni isimdən danışır. Deyir ki, o qayçını olan dilində belə də o qayçıları stolun üstünə qoyma. Bizim dildə qayçı təkdə deyə mən rahat ona o deyə bilirəm, amma ingilisində deyə bilmirəm. Qayçı, yəni qayçılar, onlar must be very sharp. Çox itidir, kəskindir, iti olmalıdır, kəskin olmalıdır. Uşaqlar fikir verin, burada modal feil dərsində must'ın yüksək ehtimal mənası var. Böyük ehtimal çox itidir, kəskindir. Məsələn, biz ailədə məişətdə eşidirik, bıçağı, qayçını uşağın əl çatan yerə qoymayın. Düzdürmü? Uşağın əl çatacağı yerə qoymayın. Həmin ifadədir. Mən təbii ki, Y bəndində ikisini də silirəm. D bəndində iti silirəm. Sonra burada zətlərin ikisi də getdi. C bəndində heç birinci görməmişdim. Və təbii ki, hamının yazdığı doğus və D cavabıdır ki, qayçını əvəz edir cəmdə olan əvəzlik və qabağına nə gələr yenə cəmdə olan şal əvəzliyi.
Don't leave those scissors on the table. They must be very sharp. Buyurun. Sual yoksa dördündən davam edək. Yenə təbii ki, düzgün cavablar gəlir. Siz yazıda mən cümləni oxuyub nə istəyirsiniz də. My daughter is a very emotional girl. So yesterday by her look. I understood that something had happened. Mənim burada bilməli olduğum nələr var? Mən sözləri bilməliyəm ki, bu cümləni düzgün yazım. Mənim qızım çox emosional bir qızdır. My daughter is a very emotional girl. So, belə ki, beləliklə. Yesterday by her look, I understood that something had happened. Biz bilirik ki, törəmələrdən sonra isim gəlməz, amma sifət gələ bilər. İndi mənim burada yazacağım cavab elə bir cavab olmalıdır ki, onlar məntiqlə üst-üstə düşsün. Deməli, onun tuş baxışından Saula verirsə ki, tuşdur, yəni üzün turşudmuşdur. Üzün turşudubsa wonderful bir şey ola bilməz, avəlini getdi. Əsəbiymiş, əsəbi baxıbsa, xoş bir şey ola bilməz. Xoşbəxt görünübsə, dəhşətli bir şey ola bilməz. Və yenə tuş baxıbsa, xoş bir şey ola bilməz. Ona görə 4 də variant səhvdir, hamının yazdığı kimi cavab yebəndidir. Onun qəmgin baxışından mən bildim ki, nəsə awful, pis bir şey baş verib. Cavab yebəndi. 4-lə də bağlı problem yoxdursa, 5-ci cavablarını alaq. Deməli, uşaqlar, burada 5-də suala baxıram mən. Əlavə danışılası şeylər var, onları yavaş-yavaş deyərəm, sizdən cavablar alın. Deməli, 5 o suallardandır ki, mən yazmalıyam what to be like. Nə məna verir? Buna adətən indiki zamanda what's it like deyirlər. Bir də insanlara sual verə bilirik. What's he və yaxud da she ola bilər. Və yaxud da cəmdə ola bilər. What are they like? Bunlarla verilən suallar və cavablar ödəmlidir və üçün. Ki, mən burada cavabı nə yazmalıyam? Nədən naşır burada mənə? Deyir, what is Amy like? Əvvəla, what to be like-ın mənası necədir? Birinci buna toxunmaq lazımdır. Necədir? Düzdür? Bununla biz bilirik ki, məsələn, sual verilə bilər havaya. Məsələn, what is the weather like today? Bugün hava necədir? Tabii, birinci izah budur. Amma elə ki, insani varlıqlara sual verdik, orada düzdür, sual yenə də necədir, necə insandır olur. Amma cavabı mütləq xarakterdən olmalıdır, daxili aləmdən olmalıdır. O insanın intelligentindən, IQ səviyyəsindən, savadından, dünya görüşündən, xasiyyətindən. Misal olaraq deyə bilərəm, o adam əl açıqdırmı, xəsisdirmi, etibarlı insandırmı, dürüstdürmü, nadürüstdürmü? Bunlarla cavab verilməlidir. Ona görə təbii ki, verilən cavablar A yazıblar uşaqlar, sağ olsunlar. Ona görə düzgün cavab A bəndidir. Əmi nə cür insandır? O ağıllıdır və intelligentdir. Mənası budur ki, bunlarda sizdə 2 cür ağıllı var. Dərs mənasında ağıllıdır, clever, intelligent. Bir də var, ola bilər ki, ağıllı söz danışır, müdrikdir bunlarla da. Clever ilə intelligentin əsl mənası dərs mənasında ağıllıdır. Yəni, biz müəllim nə deyir, o göydə tutur mənası olur. Savadlıdır belə. Peşəni soruşsa, məsələn, orada like-a ehtiyac olmur. Burada sual verdilər ki, bəs peşəni soruşsanız olar. Onda bir neçə cür sual verilirdik də, Murphy 2-də var idi. What is əmin? Əminəçidir, düzdür. Bərabərdir what's Emmy's job? Əmin işi nədir? O da bərabərdir. What does Emmy do? Bu üçünün mənası Emmy'nin peşəsi nədir? Tutaq ki, da she's a nurse.
Nurse da birisi iki məna verir də. Ya tibb bacısı ya da dayə. A babysitter. She is a teacher asanlarından. She is an accountant. Bu şəkildə davam edeyim cavablardan. Buradakı cavablardan she is better today o bu gün daha yaxşıdır. O yəqin ki xəstə olub ona verilməlidir. Sual burada yox. She is a secretary də o peşəyə verilən sual. She is my aunt mənim xalamdır və ya bibimdir. She is English o ingilisdir. Bu heç bir onun cavabı ola bilməz. Bir də uşaqlar ola bilər ayrıca məsələn sual verilsin ki what does Amy like və yaxud da what does Amy look like. Bunlar da ayrı başqa suallardır. Ayrı-ayrı suallardır. Yəni mən sizə deyim buranı. Deməli məsələn tutaq ki məndən soruşur ki məsələn oradan hardan yazılır what is Amy like. Tutaq ki what is Amy like yox. What does Amy like yazıblar. Sual verir ki tərcümə eləməliyəm mən cümləni. Amy nə xoş deyir. Düzdür? Cavabında deməliyəm ki o tutaq ki kofe xoş deyir. She likes coffee. Nə bilim mən çay xoş deyir. Nə bilim mən televizorda heyvanlara baxmaq xoş deyir. Fillərə baxmaq xoş deyir. O belə xoş deyir. Ola bilər sual versin ki oldu xoş deyir. Ola bilər ki xarici aləmdən sual versiniz. Bax onu soruşmadınız məndən ki bəs xarici aləmdən nədən sual verirlər. Onda olur what does Amy look like? Bu xarici görünüşə verilən sualdır. Bunda cavab olur tutaq ki arıqdır. She is thin. Arıq. Nə bilim mən incəbeldir. She is slim. Və ya tam tərsinə kökdür. Nə bilim hündür boydur. Boyu bəstədir. Bunların hamısı alçaq boydur və s. Bunlar da xarici görünüşə verilən suallar. 5 ilə bağlı sualınız yoxdursa buyurun altının cavabını yazın. Altıya niyə az adam cavab yazır? Deməli, can you tell me when? Complete the sentence. Bu deməli, buna ingilislər deyirlər, iki cür başlıqda bilirsiniz. Həm tamamlıq budaq cümləsi dərsin yaxşı bilmək lazımdır, o düzgün işlətmək üçün. Həm də direct, indirect speech, ona direct, indirect deyirlər. Reported speech, yəni vasitəli, vasitəsiz nitq dərsi. Can you tell me mənə deyə bilərsənmi nəyi? Burada başlayır tamamlıq budaq cümləsi. Tamamlıq budaq cümləsi, budaq cümlələrin növləri və s. Burada xırda nüanslar var, hamısını bir-bir deyəcəm. Deməli, heç bir budaq cümlə növündə budaq hissəyə sual vermək olmaz. Budaq hissəyə sual vermək olmazın mənası odur ki, yəni sual cümləsi quruluşunda nə ki var, o cavabı götürmə. Mübtədanın önünə köməkçi feil və ya əsas feil keçərsə mümkün deyil. Köməkçi feilin keçməsi sual cümləsinin quruluşudur, əsas feilin keçməsi isə ümumiyyətlə variantı səhv yazılması deməkdir. Məsələn, mən görürəm nə yazılır? Are you going? Amma sual cümlələrinin qızıl qaydası mütləq qalıb ki, feilin arasında. Sonra eyni şeyi görürəm do bəndində. Did you meet? Mümkün deyil. Bunlara baxmıram. Deməli, B-də 2 dənə səhv var. Deməli, B-də həm when-lə indiki bitmiş yazmaq istəyirlər. Gizləli bir şey, when gördüm indiki bitmişdən qaçsın. When-lə indiki bitmiş işlənməz. Həm də budaq hissəyə sual veriblər. 2 dəfə səhvdir, bax bu B-bəndi. Deməli, indi o məntiqlə C-bəndi səhv çıxacaq ki, when-lə indiki bitmiş olmaz. Ay, Salmanlı Selcan, sən bu lövhəyə nə demək istəyirsən? Onu elə C-bəndinə mümkün deyil, düzgün cavab nə bəndidir, Y-bəndi. İndi burada uşaqların mənə bir haqlı sualı var. İndi verə bilərlər, verməyə bilərlər. Sabah YouTube'a qoyacağım, inşallah YouTube'dan baxanda ola bilər kimsə sual vermək istəsin. Ki, bəli, axı burada zamanlar uzlaşmır, belə cür olur. Deməli, burada belə bir şey var. Uşaqlar, onlar heç nə eləməyək ekrana. Biriniz bura qırmızı xətt atdınız, biriniz bura sarı xətt atdınız. Eləməyin. Deməli, can you tell me, mənə deyə bilərsənmi, nəyi? When you met him, sən onunla nə vaxt görüşmüsən, sən onu nə vaxt görmüsən, nə vaxt tanış olmuşsan, mənası budur. Uşaq deyir ki, yaxşı, can you tell me, can-lə indiki zamanla başlayıbsa, bu niyə you met keçmişlə davam elədi?
Tamamlıq budaq cümləsi zaman budaq cümləsindən fərqli olaraq zamanlar bəzən uzlaşmaya da bilər. Burada bir neçə hal var. Birinci hal budur. Tutaq ki, mənim baş cümləm keçmişdədir. Düzdürmü? Bir bax, orada fikir verin. Can you tell-in baş cümlədir. Baş cümləm indiki zamandadırsa, təndən başlayıb indiki zaman forması, indiki zaman. Mən budaq hissəni zaman siqnalını, zaman göstəricisini vermək şərti ilə ürəyim istəyən zaman formasını yaza bilərəm. İndiki, keçmiş və gələcək zaman formaları. Yox, ikinci hal. Mənim baş cümləm keçmiş zamandadırsa, diqqətlə dinləyin. Baş cümləm keçmiş zamandadırsa, onda budaq isə məcburən keçmiş zamanların formalarında olmalıdır. Səhv etmirəmsə, bunu keçən əlavədə demişdim, izah eləmişdim. YouTube'da var. Qoymuşam orada izahda onu. Deməli, orada necədir? Sadə zamana ehtiyacım varsa, keçmiş sadə. Davam ediciyə ehtiyacım varsa, keçmiş davam edici. Bitmişə ehtiyacım varsa, keçmiş bitmiş. Bitmiş davam ediciyə ehtiyacım varsa, keçmiş bitmiş davam edici. Gələcəyə ehtiyacım varsa, keçmişə nəzərən gələcək zaman formasından istifadə etməliyəm. Yəni, söhbət gedib o ikinci qeyddən. Baş cümləm keçmiş zamandadırsa, bu dağı yalnız və yalnız keçmişin formalarını yazmaq olar. İndiki və gələcək zamanları yazmaq olmaz. Aydın nə deyirəm? Bu belə. 6 ilə bağlı sualınız yoxdursa, başlayaq 7-nin izahına. Niyə passivləşdiniz? 7-yə bircə nəfər cavab yazıb, onda yoxlayayım görək. Deməli, nə istəyir bizdən? They decided to leave the town. Decided'i görən kim? Keçmiş zaman. Decided'dən sonra oturur məsələ gələr, bu da bir başqa bir testin cavabıdır. Birdən düşər inşallah buraxılış imtahanına. Decided keçmişi görən kimi hər halda A, B, C, D bunlar cavab ola bilməz. Çünki decided keçmişdəsə mən içərisində did olan cavab axtarmalıyam da. Does yox, is yox, have yox. Düzdürmü? Birə Y, o da Allah şükür bircə dənə cavabdadır. Yəni Y bənli yazmışdı 2 nəfər, 4 oldu, 4 də düz yazıb. Çünki birə yeni tapdımsa cavab hazır. Sadəcə olaraq mən niyyətim burada cavab tapmaq deyildi, o birlərlə izah olunmalı deyə. O birlər də deməliyəm, yerini qoyub yoxlamalıyam. İmtihanda bu şeyinə ehtiyatlı olub. Cavabı tapdın, sənin elində olan yoxdur, dairədə götür. Amma bir yerinə qoy yoxla. She has never made any mistakes. Buradakı has'dir. Mən burada ne və inkar görürəm, təsdiqləri tullayacağım. Məsələn, who və also'nun inkarda işi yoxdur. Düzdür. Deməli, d bəndə cavab olmayacaq. She has never made any mistakes. She has never made indiki isə does'dan işlənə bilməz. A da belə getdi. Sonra cümlədə iz yoxdur deyə B də getdi. Düzdür. Sonra ikincinin düzgün cavabını axtarıram. Did də yoxdur, keçmiş zaman deyil, bitmişdir deyə. Dərsin adı so do I, night do I'dır deyə. Olur 2-yə C, 1-ə Y, 2-yə C, düzgün cavab. Yemədim. 7 ilə bağlı sualınız yoxdursa, 8-ə qulaq asaq. 8-in də cavablarını yazın, yoxlayaq. Eləyək, saxlayım ki, 7 ilə 8 rahat görsənsin sizə. 8 dənə fikirləşir, deyin. Yazın və ya səsi açıb da deyə bilərsiniz. Ola, problem yoxdur. Fikirlərinizi səsi açıb da deyə bilərsiniz. Hələ ki, cəmi bir cavab yazılıb. O da düz cavab oxşamır.
Başqa bir cavab yazdılar, o da düz cavab oxşamır. Hı. Maşallah hərf aldı. Hər hərfi aldım mən. Orada rəqəmləri yazmırsınız deyə variantlar qarışır bir-birinə. Orada məsələn axırıncı Elvin Y bəndi yazıb. Mən bilmədim indi o 7-nin Y'si oldu yoxsa 8-in Y'si oldu. Sonradan digər variantlar gəldi deyə artıq qarışdı orada. 8 uşaqlar çox da asan test sayılmır. Çünki 8-də bəzi mətləbləri bilmək lazımdır ki, mən orada neylə nə işlətməliyəm. Əvvəla cümləni nə cür qurmalıyam, nə cür başlatmalıyam və s. Ona görə burada danışılası şey yəqin ki, biraz çox olacaq. Məsələn, e, yəqin ki, mənimlə razılaşarsınız ki, afraid kəlməsi sifətdir. Düzdür? Biz to be afraid deyirik, düzdürmü? To be afraid. Buna qorxmaq deyirik. Təkcə afraid-i qorxmaq demirik. Təkcə afraid qorxmuşdur, qorxandır, yəni sifətdir. Mənə to be afraid lazımdırsa, deməli bu heç vaxt I afraid ola bilməyəcək. Bu indiki zamanda I am afraid olacaq. Keçmişdə I was afraid olacaq. Cümlə gör nə cür yaranacaq. Əvvəlcə bundan naşa. Düzdür? Bunları düzəldəndən sonra D bəndindən cavab olmayacaq. I afraid diye bir şey yok. Sonra mən zaman uzlaşmasından danışmalıyam ki, burada zamanlar düz olsun. Başqa bir səhv görürəm ki, angry sifəti ilə birbaşa would yazmaq istəyiblər. Kivenin cəbəndində. Mümkün deyil. Bu da belə getdi. Belə elə bütün variantı yox. Mən iminin səhvlərin üstündən xətt çəkim ki, siz baxanda rahatlıqla biləsiniz ki, oradan imindi nə səhv çıxır. Məsələn, bir tutaq, bütün variantı atanda uşaq bilmir axı ki, mən cəbəni niyə tuturum ki, indi cavab A-dan B-dən çıxsa, deyəcək, o cəbəndə o afraid var ki, o niyə tuturlar bunu? İmini vudu tur deyirəm mən. Niyə? Çünki mən əgər to be afraid yazıramsa, eyni şəkildə angry də sifətdir də, bu to be angry-dir. Düzdür? Təkcə angry əsəbi deməkdir. Mən əsəbiyəm demək istəyirəmsə, o da I am angry deməliyəm. O əsəbi demək istəyirəmsə, he is angry deməliyəm. Bu hissə rahatlığa yəni ikisi üçün. Gələcək zamanda, adi gələcəkdə də he will be angry. Bayala adını seçdim, keçmişə nəzərən gələcək. Düzdürmü? O da would-la yaranır. He would be angry. Düzdür? Amma daha he angry yox da, he be angry yox da. He would angry yox da, he would be angry. Düzdür? Deməli, mən qorxurdum ki, I angry didn't come on. Deməli, mən vaxtında gəlməsəm, o əsəbləşərmi? Burada zaman uzlaşmasından danışmışıqsa, Y bəndi mümkün deyil. Çünki I am afraid indiki sadə. Will be olan gələcək, came amma keçmişdə. Bax, burada zamanlar uzlaşmır deyə kör variantın üstündən xətt çəkə bilərəm. Ondan cavab olmaz. Qaldıq A ilə B arasında. İndi mən hara would yazmalıyam, hara sadə yazmalıyam. Bax, söhbət bundandır. Sizə də əksəriyyət uşaq ora AB yazıb. Böyle bu ikisindən biri cavab. Burada da şərt budaq cümləsinin qaydası yadıma düşməlidir ki, mən budaq hissəyə gələcək zaman yaza bilmərəm. Yəni, zaman və şərt budaq cümlələrinin budaq hissəsində gələcək zaman olmur deyə cavab B çıxmayacaq. Burada if-dən sonra would yazılıb. Düzdür? Burada uşaqlar hərdən tamamlıq budaq cümləsindən səhv salırlar. Tamamlıq budaq cümləsində də if olur, when olur. Amma orada şərt zaman deyil deyə orada if-dən when-dən sonra we shall, would, should bunlar gələ bilər. Amma zaman və şərt budaq cümlələrində if-dən when-dən sonra will, shall, sonra to be going, to, would belə şeylər gələ bilməz. I was afraid that he would be able if I didn't come in time. Mən üzgün idim ki, və yaxud da mən qorxurdum ki, o birdən mən geciksəm, vaxtında gələ bilməsəm, əsəbləşər. Baş cümlə gələcək zamanda, budaq hissə sadədə, indi söhbət gedir keçmişdən, deməli, keçmiş sadədə, keçmişə nəzərən gələcəkdə, düzdür? Onu düzgün cavab verin. Baxın, görün 8 ilə bağlı, xüsusən də budaq cümlələrlə bağlı sualınız yoxsa 9-cu cavablarını yazın. Deməli, təzə topluda
Bu mövzu söhbət gedir mürəkkəb tamamlıqdan 9-cu sual. Mürəkkəb tamamlıqla bağlı 11-ci siniflərdə rəqəmlər yadımda düz qalıbsa 224, 9-larda 164 dənə test var. Amma niyəsə e, hissi qavrayış feillərinə toxunmayıblar. Let, make, tutsuz məstər, bir də ask, tell və s. ortulu məstərlərə toxunublar. Hissi qavrayış feillərindən sual yox. When we came in, we saw Peter. Adam C-dən sonra nə axtarar? Ya tutsuz məstər, ya ikinci forma. Tutsuz məstər dedimsə, A bəndindəki tu getdi. Məstər dedimsə, P2 getdi. Məstər şəxsə, kəmiyyətə, zamana görə dəyişməz. Sözün sonundakı S getdi. Zaman getdi. Çeşin üstüne xətt çəkdim. İşimə yaramadı. Bütöv çekim rahat olsun. Zaman uzlaşdırmıram. Şəxs, kəmiyyət uzlaşdırmıram. Yalnız və yalnız ayıncı forma axtarıram. Yəqin ki də bilərsiniz ki, bunları yaradan ayıncılar da P1 olur, cığır yox. When we came in, we saw Peter writing something. Biz içəri girərkən Peter'ın nəsə yazdığını gördük. 9 keçmiş zamandır birinci tərəfi. Amma biz zaman uzlaşdırmırıq. Ya tusuz ya ayıncı. Bəli, yazıblar. Zamanın P1, P2, cerund, tulu məstər, tusuz məstər bunlara heç bir dəxli yoxdur. Bunu unutmayaq. Zaman uzlaşdırma başqa şeydir. Verbs and non-finite forms of the verbs mövzusunu yazmaq başqa şey. Zaman uzlaşdırmaq budur ki, məsələn, mən tutaq ki, mən yazı yazırdım, Peter da bölümdə oynayırdı və ya tam tərsinə. Demək Peter yazı yazırdı. Peter yazı yazırdı, mən də yemək pişirirdim, nə bilim, mən qablar yuyurdum, deyəm mənə. Burada başqa şeylər. Mən dərs keçə-keçə Peter yazı yazırdı. Mən danışırdım, o yazırdı. Bunlar zaman uzlaşması və ayrı-ayrı şəxslərdir. Buradan uzlaşma yox da. 9-cu sualda zaman uzlaşdırılıb və ya mürəkkəb tamamlıq olduğunu necə ayırd edirik? Yaxşı sualdır. Zaman uzlaşması iki mübtəda iki xəbərin və ya bir mübtəda bir xəbərin və ya üç mübtəda üç xəbərin və yaxud da müxtəlif zamanların birləşməsindən əmələ gəlir. Amma mürəkkəb tamamlıq dərsində uzlaşma anlayışı yoxdur. Məsələn, mən şagirdlərimə deyirəm, hər dərs deyirəm, uşaqlar, sizin aranızda o dərsə dırnaqarası baxanlar var. Onlar ömrü boyu bilməyəcəklər ki, məndən nə istəyir burada. Biri deyəcək ki, Peter üçüncü şəxsin təkidir, üçüncü şəxsin təkində S yazarlar, G-bəndi götürəcək. Söhbət dərsə qulaq asmayan şagirddən gedir. Biri deyəcək ki, came keçmişdə, so keçmişdə, mən zaman uzlaşdırıram, wrote yazıram. Bu iki kategoriya uzlaşdıranlardır. Uzlaşdırmayanlar, söhbət bu beyni bilməyən, mürəkkəb tamamlıq bilməyəndən gedir söhbət. Uzlaşdırmayan da deyəcək ki, mən nə bilim, burada 5 dənə eyni cavab var, hamısı right-ın formalarıdır, mənə elə bilin, atım nə çıxar. Amma bu C-ni buradan görəndən sonra, bayaqlar deməsən, decide-dan sonra to gələr. Düzdür? Sonra arada toplumun adını çəkəndə, birinci sənin adını çəkəndə, yeni bəzi feilin adını çəkdim. Biz bu feillərdən sonra artıq zaman və mübtəda xəbər uzlaşdırmırıq, əvəzinə mürəkkəb tamamlıqla danışırıq. Bax, suala bax. When we came in, biz içəri girəndə, we saw Peter, biz Peter'ı gördük, neyniyən də gördük, neyniyən gördük, yazan gördük. Çünki burada mübtəda xəbər uzlaşması yoxdur. Burada zaman uzlaşması yoxdur. Burada tamamlıq budaq cümləsi yaranmayıb ki, mən mübtəda xəbər veya zaman uzlaşdırım. Cümləni belə də qura bilərdi. Deyər ki, when we came in, biz içəri girəndə, we saw that, biz gördük ki, Peter was writing something. Peter nəsə yazır. Burada mübtəda xəbər uzlaşması var. Çünki burada budaq cümlə yaranır. Amma bu cümlədə bir şey yoxdur. Burada bu zaman budaq cümləsi, bu başqa məsələ. Söhbət bunun bu mənə so olan hissəsindən gelir ki, burada bir budaq cümlə yaranmır. Olur adi mürəkkəb tamamlıq. Nəsə aydın deyilsə, bir də soruşun, bir də izah edeyim. Aydınsa keçək ona. Məsələn, belə izah eləmək olar da olur ki, mən nə bilim, bu məndən mürəkkəb tamamlıq istəyirsə zaman uzatması. Azərbaycan dili kimi. Azərbaycan dilində məsələn, mən cümlə qururam. Bizdə də feilin təsdiqlənməyən formalar var da, onu İngilizcə non-finite deyir. Bizdə də non-finite var da, məsələn, biz deyirik feilin təsdiqlənməyən formalar 3 yerə bölünür. Məstər, feil sifət və feil bağlama. Və heç kimdə nə məstəri, nə feil sifəti, nə feil bağlamanı cümlənin xəbəri ilə, mübtədası ilə, zamana, şəxsə, kəmiyyətə, heç nəyə görə uzlaşdırmır. Uzlaşmır ki, zaten ona təsdiqlənməyən deməkdir. Təsdiqlənməyən nə demək? Dəyişməyən. Bu şey dəyişməz. Və o dəyişməyən 1 ilə 11-də var məsələn. Orada yenə bir də toxunarıq ora. Şimdi bir onu izah edeyim.
Ona yazdılar Y, Y, 4 dəfə Y yazıblar. Yox, nə deyir? My bag is 3.2 but yours is then mine. Şola burada da haşiyə var. Bir də ingilis dilində ən az 2 dənə to var. Çünki to burada verilir. Mesela bu küsurdan sonra verilir. To var ki, sifət zərfindən işlənir. Plus yazım. Plus sifət zərf. Adjective adverb yazılacaq bizdə. Adjective or adverb. Düzdürmü? Bu başqa şeydir. Bir də var cümlə gəlir, axırda to gəlir. O da, da, həmçinin mənasında, also mənasında və ya so do I, nice do I da toxunma deyil. Bunlar ayrı-ayrı şeylərdir. Bunu ilə hər şey işlənə bilər. Çünki o da, da, həmçinin mənasında mən onu bilənmərəm nə işlənir. Amma to-dan sonra sifət və ya zərf gəlsə, bu yalnız adi dərəcə ola bilər. Düzdürmü? İndi bu testdə to sorudan gəlir. Bunun söhbətə dəxli yox. Nice iki hecalıdır, amma erlə düzələnlərdəndir. Nice, nicer olur. Düzdür? Nicer. Nicest. Deməli, buradakı nice'ın çox hecalılar kimi morla, mostla düzəlməyi mümkün deyil. A və C variantları getdi. Bunlardan mənə cavab olmayacaq. A və C gedəndən sonra sifətin üstün dərəcəsində Z artiklı olardı deyə B bəndirə getdi. Nice yox, Z nice olardı. My bag is nice too, but yours is zen varsa müqayisə var. Burada da yenə yazılış isə səhv olanlardan B bəndi 2 dəfə səhv çıxdı. Yenə D bəndi səhv çıxdı. Yenə less nice yox, nicest lazım deyil mənə. Nicer lazım deyə cavab B bəndidir. Düzgün cavab G bəndi. Nice, nicer. Müqayisə. 11. 11 bir çox uşağın yaralı yeridir. Participle one olan düzgün cümlə. On bir nə yazaq? Burada həm düzəldi. Əvvəlcə D ilə başladılar, sonra Y-yə keçdilər cavabı. Mən də D-yə baxıram ki, cavabdır. Biri görürəm ki, bir də P1-i gözümə girdə, birinci P1 ilə başlayıb. Deyirəm, nətər bunlar mənə D bəndi yazırlar ki, cavabda axı 1 olmalıdır mütləq. Hı. Gəlin tapaq da buradakı cavabları. Deməli, məndən nə istəyir? Accuse sentences with the participle one. Participle one-ın P1 olan düzgün cümlə. Deməli, mənim P1 ilə danışacaqlarım participle one hərəkət icraçısı istəyir, 1. Cümlədəki subyektin, yəni iş görənin təyini ola bilər. İşin özünü təyin edib feil bağlama ola bilər. Həmin o görülən hərəkətin zamanını, səbəbini bildirə bilər. Amma bu 4 işlənmə yerinin 4-ündə də participle one məndən iş icraçısı istəyəcək. Participle one-ın participle two-dan işlənmə fərqi. Yaranma ümumiyyətlə səhv salınması deyil, yaranma uzağı zero-dan səhv salına bilər, amma işlənmə yerində obyekt-subyekt məsələsi hər zaman qabarıqdır. İndi INC formalarını o biri dərslərdə izah eləmişdim, YouTube-da var o biri testlərin izahında. INC formalarının içərisində ismə, sifətə, P1-ə, C-runda və davam ediciyə toxunmuşduq.
Hətta davam edicidə ING-nin bəzi müəlliflər tərəfindən elə participle one olduğu, bəzilərinin participle one olmadığını iddia elədiyini demişdim. İndi görək burada nə çıxacaq. Participle one dərsinin o zaman qeydində belə bir cümlə var ki, when və while-dan sonra gələn ING participle one-dır. Burada da Allah şükür bir də while reading-lə başlayır. Deməli, mən biri cavab götürəcəyəm. While reading the article, I learned a few interesting facts. İndi bax, zaman mənalı participle one. Deyir, məqaləni oxuyarkən mən, bax, subyekt dedim sizə, bir neçə maraqlı fakt tapdım. Burada interesting sifət deyil, amma nə olsun, while reading var da, biri götürdüm. İkili kimsə yazdı ki, o da interesting sifət. Ha, interesting sifətdirsə, o P1 deyil. The introduction of the material was very interesting. Interesting sifət. Sonra, the man was sitting on a chair watching TV. Ha, bax, bunu sübut eləmək lazım ki, burada nədir? Kişi televizora baxa-baxa stula əyləşdi. Daha doğrusu, kişi hələ əyləşmişdi. Televizora baxa-baxa, baxarkən, baxanda müxtəlif tərcümələr vermək lazım ola bilər. Amma tərcüməsindən asılı olmayaraq buradakı watching TV P1 çıxacaq, participle one çıxacaq. Ona görə ki, burada bu kişinin baba iş icraçısı var. Kişinin gördüyü hərəkətlərdən söhbət gedir. The man was sitting on a chair watching TV. Kişi televizora baxa-baxa stulda əyləşmişdi. Burada participle one şeymiş. Və yenə iş icraçısı var deyə rahatlıqla participle one deyə bilirəm. 4-də there was a lot of snow lying on the ground. Valla bizim ana dilimizdə, Azərbaycan dilində burada lying'i demək olar ki, tərcümə eləmək olmur. Uzağı olan deyə bilirik. Amma rus sektorları üçün rahatdır bu ki, onlar ona rahat olan lejaüşi deyə bilirlər. Uzanan mənasında. Məsələn, biz bunu uzanan deyəndə Azərbaycan dilində uşaqlar gülürlər ki, qar da uzanar. İndi burada elə şükürdür, qar yazıblar. Bəzən pu kəlməsi olur, bəzən çanta kəlməsi olur. Bu lay feili ilə verirlər. Biraz da ehtiyatlı olmaq lazımdır lay və lay feilləri ilə, lay və to lay feilləri ilə. Bunu inşallah izah edəcəm, YouTube'a çəkib qoyacam inşallah bir neçə günün içərisində. Buraxılış imtahanına qədər bu bir ayın içində inşallah. Oxşar sözlər, səhv salınan sözlər və s. bunları çəkib qoyacam. Oradan ətraflı dinləyərsiniz. Lay və layin feili fərqi. Buradakı lay feilinin birinci yazdığımın participle one-ıdır. Çünki lay keçmişdə lay olur. Sonra layin olur participle-cusu. Və ING-si də, yəni cerundu və ya bir də lying olur. Amma lay qaydalı feildir, layin olur. Sonra daha doğrusu o da qaydasız, sadəcə lay deyilir də o şəkildə yazılır. Bununki da layin olur. Aralarında ən böyük fərq layın təsirsiz, intransitif. Düşmə. Amma lay qoymaq feilini isə nə deyirlər ona? Təsirli feil olmasıdır. Məsələn, to lay the table ifadəsi var. Məşhur. Süfrə açmaq üçün. To lay the table. To lay ənəq ifadəsi var. Yumurta qoymaq, yumurtlamaq. Sonra to lay a wreath ifadəsi var. Əklil qoymaq, gül çələngi qoymaq. O fikir verirsə, bunlar isimlə gəlir. Amma laya sən isim qoşa bilməzsən. Lay uzanmaq. Nə isim qoşma ona? Təsirsiz feildir. Aydın nə deyirəm? Deyir ki, there was a lot of snow lying on the ground. Yerdə uzanan, yerdə olan çoxlu qar var idi. Yəni, bizim dilə bu lying tərcümə olunur. Yerə uzanan kim idi? Qar. Buyuraq. Participle one, iş icraçısı. 5'e isə yazıblar ki, 5'dəki ayıncı cerunddur, çünki söz özündən sonra gəlir. It is his usual way of working. Bu isə cerund. 11 ilə bağlı sual yoxdursa, buyuraq 12-nin cavablarını alaq. Burada bir balaca görünməyəcək ikisi bir yerdə biləyim ikisini birdən görək. Buyurun yazın. 12'də nə yazaq ki, düzgün çıxsın? Fikir verirsinizsə, iki variantın cavabını artıq Word özü tapıb. Yazırsınız cavablar.
Word deyir ki, to be-dən sonra participle to gələr. Məstər gəlməz. Yazılışsa səhv olan variantdan cavab olmaz. Razısınız? Deməli, A və D variantda olmayacaq. Məchul növ tapmağın qızıl qaydası nə idi? Cümlənin tamamlığı tapılar. Zeyberdə mübtəda adı, we send xəbərdir, letter tamamlıq. Bəxtimiz onda gətir ki, 5 cavabım 5 ilə letter ilə başlayır. Deməli, mən başqa bir variant tapmayacağım burada deməyə. Məchul növdə zaman qaydası, qızıl qayda. Məchul növün, məlum növün zamanı bərabərdir məchul növün zamanına. Mən burada vasitəsiz nitqdən vasitəli nitqə çevirməmişəm ki, willdən would düzəldim. Elə A ilə B, A variantı 2 dəfə səhv. Z-lə şərlə işlənə bilməz. C bəndi səhvdir. D-ni də tulladıqsa yerdə qaldı Y bəndi. Yerinə qoyaq oxuyaq. Deyir, they will send the letter tomorrow bərabərdir the letter will be sent tomorrow. Bu cümlələrdən çoxlu sual cümlələri dərsində var idi. Deyirdi ki, məsələn, elə birinci cümlə, üçüncü cümlənin məhsuludur. Və ya ikinci cümlə, dördüncü cümlənin məhsuludur. Bax, həmin söhbət. 12 ilə bağlı sualınız yoxdursa, buyuraq 13-ə. Siz fikirləşə mən bir haşiyə çıxım. Burada 3 budaq cümlə növü var. Deməli, zo ilə başlayan güzəşt budaq cümləsi, əzlə davam edən səbəb budaq cümləsi. Bir də burada bu ikiden zətdən olmalıydı. 2 mübtəda 2 xəbər var deyə yazılmayıb təyin budaq cümləsi. Və mən belə deyim, elə bir cavab seçməliyəm ki, bunlar arasındakı o düzgün yazılış, zaman forması və məna əlaqəsi yerinə otursun. Modal feil testi işləyəndə biz 3 yoldan keçirdik. Bunlardan biri tulu məstər, tuzsuz məstər davasıdır. Hansı ki, ona biz yazılış deyirik ki, yazılışsa düzgün olmalıdır ki, mən ona variant kimi baxım. Məsələn, mən ömrümdə cəbənliyi götürmərəm ki, həttu arasında söz girib. Həttuya Leyli Məcnun deyirsiniz, həttuya arasına nöqtə belə girməz deyirsiniz, o ki, qalan not girsin. O didn't have to olardı. Bu başdan səhvdir. Sonra mən burada was-la needed keçmiş zamanlarını görürəm. Bunlar mənə shall-dir, can-dir, onları götürməyə icazə verməyəcək. Must-da icazə verməyəcək. Düzgün yazılış axtarıram. Deməli, must var burada. Siz niyə cavabı yazmadınız bəs mənə? Yoxsa mən nə isə düz fikirləşmirəm. Yoxsa yazdınız, mən görmürəm. Deməli, düzgün cavab nə olmalıdır burada? Düzgün cavab D qalıb, bir dənə yerinə qoyum, yoxlayın, görüm, düz çıxacaq mı? Though it was already late, we had to go to the library as we couldn't find the book we needed. Cavab da bəni düz. Baxmayaraq ki, artıq gec idi, biz kitabxanaya getməli olduq. Çünki axtardığımız kitabı tapmamışdıq. Tapa bilmirdik. Düzgün cavabdır bənim. 14, 13 ilə bağlı sualınız yoxsa buyurun 14 izahlayın. Mənim səsim normal gəlir sizə. Yəni, niyə birdən-birə dayandınız? Nəzər üçün yazmırsınız? Yazdım. Must niyə olmur? Çünki zaman uzlaşmadı. Burada was var. Mən was'un yanına must yaza bilmərəm. Keçmiş zamanda must had to olmalıdır. Modal feil testi işləyəndə o keçdiyimiz yollar var idi. Birinci tulu məstər, tuzlu məstər, düzgün yazılış qaydası C17. İkinci zamanlar düz olmalı ki, mən cavab götürüm. Odur ki, baxıram ki, was-la başlayıb, needed-lə qutarım, oriental 2 zaman yazım. 14-ün yavaş-yavaş cavablarını alırıq. 14-də bir qəşəng məqam var. Ki, mən nə yazmalıyam ki, o düzgün çıxsın.
Məsələn, mən gözləyirdim ki, əksəriyyət uşaq burada C bəndi yazsın ki, house-u V-yə təyin eləyər yer mənalısında, amma heç kim ona toxunmadı. Jack says, və yaxud da Jack says that the house has been empty for a year, has just been sold. Jack deyir ki, o ev hansı ki bir il idi, boş idi, satılıb. Burada uşaqlar, mənim bilməli olduğum məqamlardan biri odur ki, mən burada house kəlməsini nə ilə təyin edeyim ki, burada düzgün təyin budaq cümləsi yaransın. Tamamlıq budaq cümləsi üçün çox da böyük burada şey yoxdur ki, tamamlıq budaq cümləsində that yazıla da bilər, yazılmaya da bilər. Ona görə cümlənin əvvəlində, başında çox da böyük problem yoxdur. Əsas məsələ buradadır. Və burada ən aldadıcı cavab C variantıdır. Niyə? Çünki uşaq deyir ki, house yerdir, evdir, yer mənalı isimdir. Onu təyin eləsin və ya. Amma nəzərə almır ki, budaq hissənin mübtədası çatışmır. Birbaşa xəbər gəlib. Düzdür? Birbaşa xəbər gəlibsə, mən mübtəda yazmalıyam ora. Və ikinci aldadıcı cavab D variantıdır, what. Çünki tamamlıq budaq cümləsində mübtəda çatışmayanda əksər onlara what yazırıq. Amma təyin budaq cümləsi heç bir ismi what təyin edə bilməz deyə which yazmalıyam. Düzgün cavab olur B bəndi, bəli. Burada 4-5 dənə B yazdılar, hamısı düz idi. Jack says that the house which və ya da that has been empty for a year has just been sold. Burada zamanlara falan da fikir verin. Burada məchul da fikir verin. Ev satmaz, satılar və s. Buyuraq 14 ilə bağlı sual varsa verin, yoxdursa 15-in izahına başlayaq. Hı -hı. 15'e de B yazırsınız. Yerine koyalım, okuyalım, görək nə istəyir bizdən. Which words describe food? Hansı sözlər qidanı, ərzağı təsvir edir? Mən elə bir şey yazmalıyam ki, o qida ərzaqla bağlı olsun. A-da strict, reasonable, tough. Bir də uzağı tough-ı götürmək olar ki, yemək diş batmaz olar da, düzdürmü? Bir ten də var, asanlıqla çeynənilən, bir də tough var, hələ-mələm çeynənilməyən. Amma strict ciddidir, əlaqəsi yoxdur. Reasonable, ağıllı, ağla batan. Bəzən çox da baha olmayan mənası verir reasonable. Reasonable bir sinonimi sensible'dır. Və bayaqlar demək o clever, intelligent məsələsində ki, onların dilində ağıllı kəlmələri biraz fərqlidir. Məsələn, reasonable dərs mənasında ağıllı deyil. O, tutaq ki, birinə deyəcəksən ki, say something reasonable. Ağlabatan bir şey söylə, ağıllı bir şey danış. Sonra clever deyə bilməzsən. Sensible deyə bilərsən, ağıllı, reasonable. O da ki, yeməklə bağlı deyil. Ha, bəndə belə get. B bəndini yazmışsınız, o ilə cavabdır. Deməli, dadlı, qaynanmış, bir dənə də dadlı, ləzzətli. Bunlar rahat. Sav və turş götürə bilərəm. Uncooked, bişməmiş götürə bilərəm buna. Raw deyirlər. Bişməmiş, çiğ. Amma proud olan məz axı, proud. Fəxr edirəm, fərrux. Yəni bu, I am proud of you, mən sənə fəxr edirəm. O, niyə yemək olsun ki? Salty duzlu olardı, amma clever yenə ağıllı, gəldi olmaz o. Healthy sağlam olar, çünki sağlam qidalar işlənir. Baked pişmiş olar. Adətən onu sobada falan pişirəndə bake deyirlər. Sonra çörəyə falan, qoğala, çörəyə bu kimi şeylərə bake demək olar. Eatable, əslində bu söz edible yazılsa daha düzgündür. O da yeməlidir. Edible. Tight isə sıxdır, dardır. O kalqotka kəlməsi var, tights. Türklərin tight dediyi. Onlar ondan yaranıb, ondan da yemək olmaz. Yeməyə aid ola bilməz. Ona görə düzgün cavab elə, B düz yazmışsınız. Buyurun 15 ilə 14 ilə bağlı sual yoxdursa 16-nın cavabını yazın. 16-ya da yenə B yazıblar. Yoxlayaq, görək düzmü deyir, səhv deyir. D yazan da var amma. Yoxlayarıq, B ilə D-nın fərqi etməli. İkisində də 4 var. Arada fərq 1 ilə 3-dür, 200% səhv çıxacaq və s. belə axır. Elə 2-də görən kimi səhv çıxacaqlar. How much luggage AZ-yə ətsə-do? Deməli, luggage sailməyən isimli yenə isim mövzusu. Sailməyən isim qəşəng how much-la işlənər, amma marla işlənə bilməz. How much luggage is-yə olardı. Düzdürmü? Qapıda nə qədər yük var. Deməli, 4 hər iki cavabda var deyə düz çıxacaq. Düzdür? These scissors aren't sharp. Bu qayçı olan dildə qayçı həmişə cəmdədir. These cəmdə, scissors cəmdə.
A cəmlə bu dəqiq cavabdır. İndi qalırıq 1 ilə 3 arasında. Əksəriyyət uşaq 16-ya B yazıb, bir nəfər D yazıb. Deməli 3 səhv çıxacaqdır da. My scissors are düzdürsə, deməli iz avtomatik səhv. Düzdürmü? Bax, burada bir şeyler, belə şeylərlə ehtiyatlı olmayı. Məsələn, indi bura əksəriyyət B yazıb 16-ya, bir nəfər D yazıb. O bir nəfər D yazan ehtiyatlı olsun ki, məsələn, mən scissors niyə bir dəfə A'dan bir izlə işlədim? Bax, elə bir şey mümkün deyil. Qaldı ki, birdə ehtiyatlı olmaq lazımdır. Həm də onu öyrək ki, uşaq elə bilir ki, burada lag icra işləm, yox, a piece of lag icra işləm. Çünki ofli ifadələr əsas tərəf bilinsə. Bu cümlə məsələn belə də yaza bilərdilər də. Zero, tutaq ki, a lot of pieces of luggage. Luggage. Onda ofli ifadəmi izlət cəmlənsə, avtomatik mübtəda deyə xəbər də cəmlənməli idi. Düzgün cavab 1, 4, bəli. 17-nin də artıq cavablarını yazdılar. B yazanlarımız var. 16 ilə bağlı sual yoxsa mən 17-ni izah edeyim. Biraz çox da vaxtınızı öldürməyim. Düzgün sözünü hazır ki imtahan mövzumuz. He sat down the table and waited his coffee. Çox da çətin test sayılmır, çünki hər halda stolun qarşısında əyləşərlər. At the table yazmısınız, düz yazmısınız. Və gözləmək feilini də əksərən forla yazarlar. O sözünün PDF-ində var idi ki, wait-dən sonra məsələn, növbə kəlməsi gələrsə sözünü yoxdur. Wait yox, növbə gözlə. Amma normalda wait forma işdir. Təbii ki, söz dəyişəndə sözünü də dəyişə bilər. Məsələn, ola bilər ki, qapıda gözlə, wait at the door. Bu da mümkün. Ona görə ehtiyatlı olun. Elə filan şeyin sözünüzü filan şey deyim, qaçıb cavabı götürməyin. Bir yerinə qoyun, yoxdur, o məna verirmi? 17 ilə bağlı problem yoxdursa, deyin 18 izahlayayım. Və ya da cavabını yazın. Görün, düz yazırsınız, üzərində duraq. 18-ə də D yazdınız. Deməli, where are your parents? Valideynləriniz hardadır? Hər halda sual valideynlərlə cəmlə veribsə, cavabı ziyarətdə yox, birə A olmalıdır. Ya adı yadı. Who is on holiday, kim tətildədir? Bu təkdədirsə, my parents are olar. Çünki sual düzdür, təkdə verilir, amma cavabı cəmdə ola bilər də. Kim? Mənim valideynlərim. 2-yə B. 3-də are you happy? Sənə sual verir, sizə sual verirsə, cavabında she ola bilməz. Yes, I am. D. Bir də 4-də is she married? Yes, she is. No, she is not. Da var. C bəndi. C. Ona görə düzgün cavab D variantı. Bəli, düzdür. 18 ilə bağlı sual yoxdursa, keçək 19-a. Var deyin 19-la. Amma yəqin ki, D yazdığımız 19-un cavabı deyil, 18-in cavabıdır. Hı. 19-a Y yazdılar, səhv çıxdı. Deməli, we had to stay there because it was too late to return. Deyə bayaq ki, dediyim to. Ad dərəcəni işlənən. Biz deyir, orada qalmalı olduq. Çünki qayıtmaq üçün, geri qayıtmaq üçün həddən artıq gec idi. Fikir verin, burada da tulu məslər var. Sifətdən sonra gələn tulu məslər. Parmaq mübtəda dərsi. Tis, sifət, tulu məslər. Düzdür, indi sual o deyil. Sual burada səbəb budaq cümləsinin budaq hissəsinə verilən sualdan gedir. Söhbət ondan gedir. Deyir, biz orada qalmalı olduq. Sual ver, niyə? Bayaq dedik ki, had to arasına söz girməyən bir şeydir. Düzdür, had we to, had deyə bir şey yoxdur. D getdi. Sonra have to, had to ümumiyyətlə to-nu yığışdırıblar, C bəndi getdi. Had to-nun özünü yığışdırıblar, Y variantı getdi. B-də də did-lə have to əvəzinə had to yazıblar, getdi. Düzgün cavab mənə lazımdır, did-lə have to. O da A bəndindədir. Why did we have to stay there? Biz niyə orada qalmalı olduq? Çünki qayıtmaq üçün çox gec. Buyuraq 19-la bağlı sual yoxsa keçək 20-yə.
20 sizə daha rahat gələr məncə. Bəli, Y bəndidir. Choose the words which make adjectives with the suffixes full and less. Full və less şəkilçisinin artırılıb sifət düzəldildiyi sözlər. Colorful, colorless, hopeful, hopeless, fearful, fearless. Misterdən öncədən mistiyer yazdı. Smile'dan yəqin ki, nə full yoxdur, nə less yoxdur. Tripdəki yenə onun kimi. Ya bu sözlərə bu şeylər qoşulur. 21-ə artıq cavab yazanlar var. 20 ilə bağlı sual varsa verin, yoxsa keçə 21-ə. 21-dəki çox sadə test. Yəni bunun üstündə daim bir saniyə dayansaz bəs. You are a Potter, aren't you? Potter. Deməli, bu Potter'ə ehtiyatlı olaq. Bundan iki dənədir. Potter var, Potter var. Məsələn, bu indi o Potter'ın görüydü o da. Bir dənə bu var. Ehtiyatlı olmuş şeylərlə. Potter dulusçudur buradakı cümlənin içindəki. Dulusçu. Potdan yanan, Potter'dən yanan. Amma bu hammal yük daşıyan ehtiyatlı olmaq lazım. Buna bəzən belboy deyirlər. 21 ilə bağlı. Orxan Nuriyev yazır ki, salam müəllim, imtahana hazırlaşmaq üçün konspekt oxumaq istəyir. Bu böyük ehtimal söhbət sözünü imtahanından gedir. Konspektdəki o PDF-dən gedir. Düz başa düşmüşəmsə, belə deyim də, sözünü imtahanı belə qurulur. English for All-dakı sözünü dərsi YouTube-da izahı var. Oradan baxırsınız. Murphy Unit 103-113 arası. Plus əlavə olaraq Topuldakı suallar. Bir də o PDF. PDF zaten toplumun üzərində qurulub. Hansılar ki, hansı sözünlər ki, English for All-da və Murphy-də yoxdur, onlar yazılıb PDF-ə. Buyuraq, başqa sual və ya bənzəri sual varsa verin. Yoxdursa 22 ilə davam edeyim. Bəli, 22 atalar sözüdür. Dostluğu göstərdiyim kimsən. Show me your friend and I'll say who are you yoxsa who you are. Ondan ehtiyatlı olun. Çünki burada tamamlıq budaq cümləsi yaranır. Tamamlıq budaq cümləsində də ümumiyyətlə heç bir budaq cümləsində də sual qurmuruq. Vay ehtiyatlı olun bu şeylə. Bura qədər eyni gələr cavab birdən. Deyəsən la bəndində elədir. Sonrasında ehtiyatlı olmaq lazımdır ki, budaq hissəyə sual qurmazlar. 23 nida cümlələri. Iyirmi üç siz cavabı yazana kimi mən bura 1-2 qeyrimi yazım. Deməli, votdan sonra 4 ünsür gələr. Düzdürmü? Votun yanına 4 yazın, qaldırım onu yuxarı. Votdan sonra 4 ünsür gəlir, düzdürmü? Vot ilə. Sifət, isim, mübtəda, xəbər. Əgər isim sayılandırsa, təkdədirsə, qabağına e və ya n.
How isə üçün süründən gəlir. How'dan sonra gələnlər deməli sifət və ya zər, mübtəda, xəbər. Ulan ona 1-2-3 yazdım ki, bizim 4 dənə oldu. Bir dənə məsələ var burada. Wordda ismin artikla keçər sifətin qabağına, amma how'da keçməz. How'da əgər varsa mübtəda isimlə ifadə olunursa ziyarət. İndi aradakı fərq. Fikir verirsə, Wordda əlavə bir dənə isim var. Amma how'da yox. How'da elə isim özü mübtədanın yerinə oturur. Düzgün yazı qaydası. Bunlar idi. Məsələn, mən burada görürəm ki, 3-də how kind people the bronze yazıblar. 4 ünsür veriblər. Verin, bundan cavab olmaz. Ya olardı how kind the people var, ya da olardı how kind the bronze da. People-la the bronze olsun. Bu ikisi yanmaya gəlsə, bu votun quruluşu. 4-dəki səhv odur ki, how attentively the boss seems. Bağlayıcı feildir, məndən sifət istəyir, zərf yox. Bu getdi. Eyni şey 5-də də var. Smell bağlayıcı feildir, məndən sifət istəyir, zərf yox. Düzgün cavab bəli 1-lə 2-dir ki, what a clever politician Cromwell was. Bir də what delicious soup you have cooked. Burada 4 dənə də görürəm. Sayılan təkdə olan ismin artiklında görürəm. Sayılmayan qabağım. Boşdur deyə düzgün cavab 1-2. Və ehtiyatlı olmaq lazımdır ki, sözlər yerini dəyişməsin. Böyle görürsən ki, birdə voz atdılar qabağa, 2-də həv atdılar qabağa. Olmaz öyle şeylər. Bizim nida cümləsində sual qurmağa ixtiyarımız yox. Buyuraq 23 ilə bağlı problem yoxdursa, keçək 24-ə. Bəlkə cavabınızı yazasınız. 24-ün izahı budur. Keçmişdə baş vermiş iki hadisə və ya hərəkətdən bir digərinin içində. Deməli, she was watching TV when the phone rang. Burada mənə zaman lazımdırsa, mən orada page yazan verəm, rang yazan verəm, rəng yazım. Proses və qoşulan, bəli. Proses burada was watching-dir, qoşulan isə rang, yox, rəng. Rang page olmalı lazım deyil. Qaldı ki, bu birlərin heç birində nə qoşulan var, nə proses var, bunlarsa. Düzdür, zamanlar uzlaşır C ilə Y-də, amma burada davam edici lazımdırsa, mən onu yazan verəm. Keçmiş davam edici lazım idi mənə. Buyuraq, deyin. 25, 24 ilə bağlı sual varsa verin, yoxsa keçə 25-ə. Bayaqki məsələdir 25. Deməli, letdən sonra tuzsuz məstər. Bir də fiildən sonra tuzsuz məstər. Səhvlər expectdən sonra tu gələrdi. Bir də si-dən sonra ya tuzsuz ya yenici. Iyirmi altı. 25 ilə bağlı sualınız varsa verin, yoxsa 26 deyin.
26 da təyin budal cümləsi ilə tamamlı budal cümləsinin qarışığıdır. Cavabdan biləcəyik ki, hansıdır. Və 26-nı düzgün başa düşmək üçün budal cümlələri lazımınca bilmək lazımdır. Bu arada kifayət qədər məlumatın olmalıdır. Is it possible to stop everywhere and see you want? Mümkündürmü ki, hər yerdə dayanıb görəsən istədiyini? Burada mənim bilməli olduğum məsələlərdən biri odur ki, əgər mənə everything, something, all belə şeylər yazıblarsa, mən heç bir ismi və ya əvəzliyi what-la təyin edə bilmərəm deyə B, D və A variantlarından cavab olmayacaq. Singləri that təyin edir deyə cavab C bəndinədir. Qaldı ki, Y bəndində, Y bəndində bağlayıcı söz yoxdur. O necə olur ki, C of Z nədir ki? Mümkün deyil. Singləri that təyin edir deyə təyin müdal cümləsidir. Is it possible to step everywhere and see everything that you want? Mümkündürmü ki, hər yerdə dayanaq və istədiyimiz hər şeyi görək, istədiyimiz hər şeyi görəsiz. Hansı hər şey? İstədiyimiz hər şeyi təyin müdal cümləsidir. 26 ilə bağlı sual varsa verin, yoxsa 27-ci cavabını yazın. Absolutely sinonim. O sözlərlə də ehtiyatlı olma. Sinonim əvəzinə antonim yazmayın, antonim əvəzinə sinonim yazmayın. Ehtiyatlı olun şeylərlə. He was absolutely right. Mənası odur ki, o tamamilə haqlı idi. Bəli, əlbəttə ki, cavabdır bəndedir. He was quite right. O tamamilə haqlı idi. Quite elə o to kimi bir şeydə alt dərəcəyə işlənən sözlərdən idi. Almost niyəli eyni şeydir, demək olar ki, az qala. Hardly inkara yaxın sözdür. Quietdəki sakit deməkdir. Orada d ilə yeni səhv salmaq olmaz. Dediyim kimi, inşallah bir dənə dərs çəkəcəm, kutuba qoyacam, o oxşar sözlər, səhv salınan sözlər və s. Oradan yenə girib baxa bilərsiniz. Buyuraq, davam edək. 28 gənə söz ehtiyatı. Söz ehtiyatından ehtiyatlı olmuşalar. Açıq sualların biri 5-14 bal olmamaq asılıdır. News can be. Xəbər ola bilər necə? Hər halda cəsarətli ola bilməz. Amma iqtisadi ola bilər. Siyasi ola bilər. Həftəlik ola bilər. Güclü xəbər məntiqsiz. Sonra. Fəal xəbər məntiqsiz. Dar, latest, son xəbər, bəli. Dar olmaz. Düzgün cavab 2, 3, 4, 7 nə mən deyil. 28. The function of a school is to children. Məktəbin funksiyası uşaqları neyləməkdir? Uşaqlara təhsil vermək, educate, maarifləndirmək. Bəli, bəli. Hər halda to take off da uşaqların qayğısına qalmaq bu funksiya deyil. Təmin eləmək, study, oxumaq yox, oxudmaq, educate. Çünki dına yeyin şey olur. Belə hayət 30. Life is logic, məntiq. Tələsən uşaq ikən ki, ahını götürür, amma tələsməyən bir kala bir bəndi var da, nə istəyirsən. Əslində bilirsiniz uşaqlar, topluda nə qədər də on the earth yazsalar, ingilis dilində ifadə on earth. On earth ifadəsində z artıqlı yoxdur. Dövlət İmtahan Mərkəzi TQDK-nın dövründən bu z-dən əl çəkmir. On earth olmalıdır. Deməli, life is impossible for fish in water deyir. Suda balıqlar üçün qeyri-mümkündür. Onda qaracılarda yaşasın bu balıq. It is impossible without water. Susuz qeyri-mümkündür. Cavab bəndi. It is not possible with food. Qida ilə mümkün deyil. Possible without air. Havasız mümkündür. Yer üzündə real deyil. Belə. Buyuraq uşaqlar, sualınız varsa verin. Əlavə sual da ola bilər. Yəni, bura əlaqəsi olmaya da bilər. Varsa verin, yoxsa yavaş-yavaş sağollaşaq. Var sualınız. Yoxsa sağ olun.
Deməli, Jale yazıb ki, prominent sözü ilə spektakulyar sinonim ola bilər. Olar. Çünki onların elə belə də spektakulyar əsl mənası tamaşaya layiqdir. Prominentin də bir mənası məşhur, görkəmli, tanınmış, vacib. Bir mənası da elə gözlə görünən, tamaşaya layiq, görülməyə layiq. Bəli, vermək olar. Başqa sual olan varsa versin. Yoxsa sağ olun.